Deməli uşaqlar, mövzumuz yeni mövzu keçirik cümlənin məqsəd və intonasiyaya görə növləri. Hansılardır cümlənin məqsəd və intonasiyaya görə növləri? 1. Nəqli cümlə. 2. Əmr cümləsi. 3. Sual cümləsi. 4. Nida cümləsi. Bir də deyək, hansılardır məqsəd və intonasiyaya görə növləri? Ay, sağ ol. Deməli uşaqlar, hərəsinə aid bəzi sözlər deyəcəm. Test cümlələri. Dilimizdə ən çox işlənən nəqli cümlə. Dilimizdə ən çox işlənən hansı oldu? Nəqli cümlə. Məlumat vermək xarakteri daşıyır. Mən gəlirəm, o gedir, biz oxuyuruq, siz gəlirsiniz. Məlumat verirəm. Əmr cümləsi uşaqlar, təkcə əmr bildirir. Testə düşsə ki, əmr cümləsi ancaq əmr bildirir, yox. Əmr cümləsi xahiş, rica, nəsiyyət, məsləhət, öyüd, əmr bildirə bilər. Yəni, xahiş formasında da ola bilər, əmr formasında da ola bilər, məsləhət formasında da ola bilər, nəsiyyət formasında da ola bilər. Bildik? Deməli, əmr cümləsinə bildirir, əmr, xahiş, rica, nəsiyyət, öyüd bildirir. Aydın oldu. Sonra, sual cümləsi cavab almaq məqsədi ilə işlədilir. Nə? Cavab almaq məqsədi ilə işlədilir. Nida cümləsi hiss, həyəcan bildirir. Nə bildirir? Hiss, həyəcan. İndi soruşuram, ən çox işlənən hansı oldu? Məlumat verən hansı oldu? Aha, cavab almaq məqsədi ilə sual, hiss, həyəcan, əmr, xahiş, rica, bu da əmr cümləsi. Şairlər gedir də əmrdən. Yox, indi deyəcəm. Deməli uşaqlar, ən asanlarından başlayacağım sual cümləsindən. Diqqətlə qulaq. Sual cümləsinin sonunda ancaq sual işarəsi qoyulur. Bax, sual işarəsi qoyulubsa o cümlə sual cümləsidir. Tarif etdik. Deməli, sual cümləsini hərdən tanıyırıq? Sualdan. Bu sual, bəli, sual işarəsi qoyulur sonunda. Sual cümləsi uşaqlar 3 yolla yaranır. 3 yolla. Hansılardır? 1. Biz nə keçmişik? Sual əvəzlikləri. 2. Sual ədatları. 3. Sual intonasiyası. İntonasiya biz sizlər uşaqlar. Heç suala aid heç nə işlətmirəm. Amma deyirəm, gəlirsən, gedirsən. İntonasiyandan bilinir ki, nədir bu? Sual cümləsi. Deməli, nə ilə yaranır? Sual əvəzliklərindən. Deyirəm ki, necəsən? Sual əvəzliyi. Evə nə vaxt gəlirsən? Sual əvəzliyi. Kim gəldi? Sual əvəzliyi. Bildik? Demək, sual əvəzlikləri ola bilər sual cümləsində. Sual ədatları hansılar idi? Kim deyək? Sual ədatları. Bəs, məgər, aha, yəni, bəli. Bəs, məgər, yəni, mümkün. Sual ədatları ilə da yarana bilər. Bəs gəlirsən? Yəni gəlirsən? Gəlirsən ki, gəlirsənmi? Deməli, sual əvəzliyinə yaranır. Sual ədatı bir də ancaq intonasiya. Gəlirsən, gedirsən, yazırsan. Başa düşdük? Deməli, arxanda ilə yaranır sual cümlələri. Sual əvəzliklərindən, sual ədatlarına və səs intonasiyası. Sual intonasiyası. Sual əvəzlikləri, sual ədatı bir də sual intonasiyası ilə yarana bilir. Yaxşı uşaqlar, bir də bir şey deyim, məlumat üçün deyirəm. Bunların hər üçü də var. Sual intonasiyası onsuz da həmişə var. İntonasiyasız sual cümləsi uzadır axı. İntonasiya həmişə var. Bunların üçünün də olduğu cümləyə deyilər kompleks sual cümləsi. Kompleks, yəni hamısı var. Məsələn, deyirəm ki, evə saat neçədə gələcəksən ki, neçə sual əvəzliyi də var, 2 sual ədatı da var, sual işarəsini qoydum, intonasiya da olsa var. Buna deyilər kompleks sual cümləsi. Yəni, məlumat üçün dedim, bəlkə lazım olar. Deməli, hamısı da iştirak eləyə bilər. Deməli, bir də deyək, nə ilə yaranır sual cümlələri? Sual əvəzliyi, sual ədatı, sual intonasiyası. Sonunda həmişə hansı işarə qoyulur? Sual işarəsi. Sual cümləsindən qoyulur. Kimin sualı var? Bundan bağlı sualı olan var? Aha. Sonra, sual cümlələri sual işarəsi qoyulur. Nida cümləsi uşaqlar sonunda nida işarəsi qoyulur. Nə qoyulur? Nida işarəsi qoyulur. Nə bildirir nida cümləsi? Hiss, həyəcan bildirir. Uşaqlar, nida cümləsində 2 dənə məşhur test cümləsi deyəcək. Ən çox düşən və yazır. Bax, bir şey deyəcəm uşaqlar. Nida deyəndə, nida işarəsi deyəndə bunu nəzərdə tutur.
nida. Amma nidalar deyirsə, nidalar. Bu köməkçilik hissəsi nəzərdə tutulur. Testdə ümumiyyətlə, fərqi yoxdur hər yerdə. Nida işarəsi nəzərdə tutulur. Nidalar köməkçilik hissəsi nəzərdə tutulur. Bildiniz? Nida köməkçilik hissəsi var aşağı. Onda deyir nidalar. Bildiniz? İki dənə məşhur çaşdırma sualı var. Nida cümləsinə bağlı və salam. Qaydamız nədir? Nida işarəsi varsa o cümlə nida cümləsidir. Sual işarəsi varsa nə idi? Sual. Nida işarəsi varsa nida cümləsidir. Bir dənə burada sizi nə çaşdıra bilər? Əzbərə iki cümlə var. Nə? Deyir ki, nida cümləsində mütləq nidalar iştirak eləməlidir. Bu səhvdir. Nidalar nədir? Köməkçilik hissəsi. Bax, bir də deyirəm. Bu səhvdir, bu cümlə səhvdir. Desək ki, nida cümləsində mütləq nidalar iştirak eləməlidir. Bu səhvdir. İştirak eləyə də bilər, eləməyə də bilər. Bəli, bax, məsələn necə? Deyirəm, ay, necə gözəl havadır. Nida işarəsi qoyuram. Nida işarəsi mütləq qoyulmalıdır. İşarə, nida işarəsi. Amma nidalar, deyirəm, necə gözəl havadır. Bir də deyirəm, ay, necə gözəl havadır. Pahonu, istəyirəm nidaları işlədərəm, istəyirəm. Yəni, belə deyim də, nidalarla nida cümləsinin bir əlaqəsi yoxdur. O demək deyil ki, nidalar mütləq burada işlənməlidir. Köməkçilik hissəsi nida, başa düşdür? İşlənə də bilər, işlənməyə də bilər. Həmçinin nidalar əmr cümləsində də işlənə bilər, sual cümləsində də işlənə bilər, nəqli cümlədə də işlənə bilər. Ay, gəlirsən, oldu sual cümləsi. O demək deyil də, nida varsa mütləq nida cümləsi desə, səhv olar. Başa düşdür? Bizim burada şərtimiz nədir? Nida işarəsinin olmağı. Başa düşdür? Nida işarəsi varsa nə cümləsidir o? Nida cümləsidir. Başa düşdür? Sual işarəsi varsa nə cümləsidir? Nida işarəsi varsa nə cümləsidir? Bəs nidalar mütləq nida cümləsində olmalıdır? Bəli, ola da bilər, olmaya da bilər. Başqa cümlələrdə nida ola bilər? Nidalar. Nidalar. Ola bilər, bəli. Nidalar nədir? Köməkçilik hissəsi. Bildiniz? Nida nədir? Nida işarəsi. Söz. Bu da belə. İndi gəldik əmr cümləsi və nəqli cümlə. Uşaqlar, nəqli cümlənin sonunda da yazıram, nöqtə qoyulur. Əmr cümləsinin sonunda da nöqtə qoyulur. Yəni, siz testdə, bir dənə diqqətlə hamı baxsın, hamı, diqqətlə lövhəyə. Sual işarəsi görsəniz A variantında, bunu götürürsünüz sual cümləsi. B variantında nida işarəsi görsəniz, götürürsünüz nida cümləsi. Hə, gəlirsiniz C-də də nöqtə var, D-də də nöqtə var. Yəni, 4 dənə cümlə var. Əmrdə də nöqtə qoyulur, nəqlidə də nöqtə qoyulur. Bəs necə ayrılır? Feilin əmr şəkli keçmişdik, yadınızlar. Hansıları idi şəxsi olmaqları? Mən yazım, yaz, biz yazar, siz yazın, onlar yazsınlar. Yox, o şəxsi. Feilin əmr şəkli şəxsi olmaqları. Mən yazım, sən yaz, o yazsın. Biz yazaq, siz yazın, bunu yazın kim bilmirsə, bu lazım olacaq. Sən yaz, ikinci şəxsdə yoxdur, üçüncü şəxsdə. O yazsın. Biz yazar, siz yazın, bəli yazmışım, onlar yazsınlar. Mən gəlim, sən gəl, o gəlsin. Biz gələk, siz gəlin, onlar gəlsinlər. Mən danışım, sən danış, o danışsın. Biz danışaq, siz danışın, onlar danışsınlar. Mən qaçım, sən qaç, o qaçsın. Biz qaçaq, siz qaçın, onlar qaçsınlar. Bildiniz? İkinci şəxsdə yoxdur. Üçüncü şəxsdə sın, biz qaçaq, siz qaçın, onlar qaçsınlar. Yəni, sın. Bildiniz? Deməli, bu oldu nə? Əmr şəkli. Əmrlə nəqlini necə ayırırıq? Əmrdə fərq məsələ nədir? Əmr şəkli, yəni feil əmr şəklində plus nöqtə işarəsi. Bildiniz? Yəni, əmr şəkli və nöqtə olanda nə olur? Əmr. Cümlə olur, əmr cümləsi. Başa düşdünüz? Amma başqa bütün sözlər və nöqtə nə olur? Nəqli cümlə. Mən gəlirəm, sən gəlirsən, o gəlir, biz gəlirik, siz gəlirsiniz, mən yazıram, mən oxuyuram. Hamısı buna hava işıqlıdır, hava istidir, hava soyuqdur. Nöqtə qoymuşamsa nə cümləsi hamısı? Nəqli cümlə. Bir dənə əmr şəkli varsa nə olur? Əmr şəkli varsa olur əmr cümləsi. Məsələn, indi nümunələr deyirəm, siz mənə cümlələri deyirsiniz ki, nə cümləsidir?